Herkese salam. Sizlerle yeni bir edebiyat izahında daha bərabərəm. Bugünkü mövzu izahımız İmadəddin Nəsimi hesab olunur. Lakin videonun izahına keçməzdən öncə ənənəvi olaraq onu xatırladım ki, bizim ödənişsiz yay dərslərimizdə iştirak etmək istəyən hər kəs video başlığındakı əlaqə nömrəsi ilə əlaqə yarada bilər. Dərslər onlayn şəkildə 3 ay yay tətilində keçiriləcək ədəbiyyat və Azərbaycan dili fənlərindən olmaqla. Yaşından, sinifindən, nümayəndəliyindən asılı olmayaraq hamı qatıla bilər. Uzatmayaq, keçək mövzu izahına. Reklamımızı bitirdik artıq. İmadəddin Nəsimi lirik növdə, yalnız lirik növdə, yalnız nəzmlə yazıb, ana dilində, fars dilində və ərəb dillərində yazıb. Epik növdə əsəri yoxdur. Yalnız lirik növdə və nəzmlə yazıb, nəsrlə yazmayıb. Ana dilli fəlsəfi şeirin, qəzəlin, ana dilli fəlsəfi fikrin, qəzəlin, yəni ana dilində burada fəlsəfi qəzəllərdən söhbət gedir, banisi sayılır. Daha sonra yaradıcılığında ictimai lirika aparıcıdır. Təriqət və məhəbbət motivli yazmış olduğu əsərlərdən sonra. Belə. Bir də müxtəlif şeir vahidlərindən beyt və bənddən istifadə edib. Bunu da bir dənə yadda saxladıqsa, keçək ümumi yaradıcılığından danışaq. Rübaidir, daha sonra qəzəldir, qəsidədir, müstəzaddır, rübaidir, tuyuqdur. Bu janrlara da müraciət edibmi? Eləyib. O yaradıcılığa, Nəsimi yaradıcılığa ilk öncə sufizmlə başlayır, daha sonra isə hürufizmlə davam edir. Hürufizm nədir? Nəsimi ümumiyyətlə çox mürəkkəb bir tarixi şəraitdə, yəni orta əsrlərdə yaşamış bir sənətkar hesab olunur. Elə sənətkardır, yəni faktdır. Onun yəni yaşamış olduğu tarixi ictimai şərait haqsızlıqların, zülmün mövcud olduğu bir dövr idi. O da bunlarla barışmaq istəmirdi və İslamın, ərəblərin yəni bəzi ehkamlarını qəbul etmirdi. Ona görə onu əslə din düşməni adlandırırdılar. Nəysə, hürufizm nədir? Hürufizm ərəb əlifbasındakı o bəzi kodlardan dünyanın mahiyyətini açıqlamağa çalışırdılar. Hamısı ilə yox ha. Yəni bəzi simvolik şeyləri oradan verməyə çalışırdılar. Belə toparlayaq artıq. Daha sonra hürufizmə görə və Nəsimiyə görə Allahda təcəssüm olunan şey Nəsiminin özündə və ətraf aləmdə təcəssüm olunurdu. Yəni Allahın əlamətləri. Ona görə də insanı öldürmək, insana zülm vermək Nəsimi fəlsəfəsində və hürufizmdə qadağan olunurdu və günah hesabı olunurdu. Belə çox hürufizmin mahiyyətinə girsək əslində bir saat gələ danışaq. Təsəvvüf ədəbiyyatında deyilik. Belə, Nəsimi yaradıcılığı iki əsas qismə bölünür. Birincisi təriqət şeirləri, ikincisi dünyəvi əsərləri. Lövhəni doldurmuşam, şifahi şəkildə deyəcəm. Təriqət şeirlərinə 5 qəzəli daxildir. Söz, görüm əzbərdən deyə biləcəm. Söz, sığmazam, mənəm mən, mərhaba insan-ı kamil, canımın cananəsi. Bir də daim ənən həq söylərəm, həqdən üçün mənsur olmuşam qəzəlləri hesab olunur. Hansı mövzuda? Təriqət mövzusunda. Bu təriqət mövzusu. İkincisi, dünyəvi mövzu. Dünyəvi mövzu özü də qeydləriniz istəyirsə, mən danışdıqca şifahi şəkildə mən danışıram, siz yazılı şəkildə götürə bilərsiniz. Dünyəvi mövzuda yazmış olduğu əsərləri də bir neçə qrupa bölünür. Bunlardan birincisi, məhəbbət mövzusunda yazmış olduğu əsərləridir. Məhəbbət mövzusunda, deməli, neylərəm, etməcil və yanaram. Neylərəm, etməcil və yanaram qəzəlləridir. Baş hərfləri ilə yadda saxlaya bilərik əslində. Baş hərfləri də belə olur da, neylərəm, etməcil, yanaram, ney. Belə əslində tövsiyə etmək biraz düzgün çıxmır, amma əzbər qabiliyyəti zəif olan insanlar bu şəkildə əzbər edə bilər. İkincisi, dünyəvi şeirlərindən danışarkən məhəbbəti dedik. İkincisi, məhəbbətlə qarışdırmayaq. Gözəlliyin təsvirinə geniş yer verilmiş olduğu əsərləri var. Birincisi, düşdü yenə dəli könül gözlərinin xəyalinə, düşdü. Bu şəkildə yadda saxlayırıq. Əcəba bu huri üzlü məhibədir ya pərmi? Həmişə bunu deyəndə gözlərimi bağlayıram, uzun adlı deyə çaşacağımı düşünürəm. Bir də əcəba kodu ilədir, yəni bu əsəri də yadda saxlayırıq. Düşdü, bir də əcəba. Bu kodla da ikinci bölgümüzü yadda saxlayırıq. Dünyəvi şeirlərindən son olaraq da onu deyək ki, ictimai lirikiyə aid yazmış olduğu əsərləri var. Bu, yoxdur vəfası dünyanın, aldanma anın alına, rəngindən oldu münfəil, hər kim boyandı alına. Bu şəkildə az qalsın çaşacaqdım. Bu qəzəldə ictimai lirikiyə aid həsr olunmuş olan qəzəlidir. Nəyə görə bu yazılıb? Bayaq sadaladığım o tarixi, ictimai ağır şəraitlərə görə.
Əslində onun dini mövzuda yazmış olduğu əsərləri də var. Peyzaj, təbiət lirikasına aid yazmış olduğu əsərləri də mövcuddur. Təbiət lirikası yox, silə bilməyəcəm, əlim gəlmir, çünki sığmazamı doldurmuşam bura. Mövsüm-i Novruz-u Neysan aşikar oldu yenə, şəhrimiz Şeyxi Bucun xoş badəxar oldu yenə. Qönçədən gül baş çıxartdı, saldı üzündən niqab, bülbül-ü şeyda xətib-i laləzar oldu yenə. Şeirin, qəzəlin qolun qıçın sındırdıq. Mövsüm-i Novruz-u Neysan qəzəli adın bilsəz bəs eləyir. Testlərdə düşəcək zaten görsəz. Bu, təbiət lirikasına həsr olunmuş əsəri sayılır. Nəsrin yaradıcılığından ümumi şəkildə bir şey qalmadı. Keçək Sığmazam qəzəlinin təhlilinə. Sığmazam qəzəli əruz vəzninin deməli əruzun rəcəz bəhrində yazılıb. Sığmazam qəzəli əruzun rəcəz bəhrində yazıldı. Daha sonra şair bu əsərində, bu qəzəlində fikirlərini güman şəklində yox, hökm şəklində ifadə edir. Qətiyyətlidir. Rəcəzdə yazıldı, hökm sözü lirik qəhrəmanın monoloqu təsirini bağışlayır. Çünki bu əsər hürufilik dünya görüşünə, yəni hürufilik təriqətinin necə deyərlər, yəni əsasını təşkil edən qəzəllərdən biri sayılır. Yəni hürufizmi ən belə necə deyərlər, samballı, gözəl nümunələrdən biri hesab olunur. Deməli nə? Sığmazam qəzəli. Məndə sıxar iki cahan, mən bu cahana sığmazam. Gövhər ilə məkan mənəm, kövn məkana sığmazam. Ərş ilə fərş-i kafinun, məndə bulundu cümlə üçün, kəs sözü əfsam ol, şərh-i bəyana sığmazam. Deyir, məndə iki cahan sığır, lakin mən bu deyir, cahanların heç birinə sığa bilmirəm. Nə göyə sığıram, nə yerə sığıram, nə göyə sığa bilirəm. Bu qədər. Bu qeydlərə bir dənə fikir verək, sonra tamamlayaram. Fikirləri yazmışam ki, özü ilə məhdudlaşmır. Bu, hansı ki, bu 4-5 qeydi heç bir kitablarda görə bilməzsiniz. Demək olar ki, əksəriyyəti. Fikirləri özü ilə məhdudlaşmır, qapalı ağza sığmadığını bəyan edir, sakitlik tələb edir və onu mənalandırır. Bir də ol kəlməsi və anlamı haqqında yazmışam. Ol kəlməsi də o, Allahın dünyanı yaradarkən o deyir, yoxdan var yaratmağına və s. o demək olar ki, işarə eləyir. Daha sonra davam edək. Kimsə güman zənni ilə olmadı həqqi ilə biliş, həqqi bilən bilir ki, mən zənni gümana sığmazam qəzəli var. Yəni qəzəlində o misralar var. Bu da ona görədir ki, yəni deyir ki, yəni zənnə gümana sığmıram da, yəni faktiki olaraq hökm şəklində deyir. Yəni nə zənnə, nə gümana sığmadığını bildirir. Bayaq qeyd etdiyim əslində açıqlamaların misralarını vermiş olduq. Daha sonra Gənc-i nihan mənəm mənuş, eyni əyan mənəm mənuş, gövhər ikan mənəm mənuş, bəhrə vikana sığmazam yazmışam. Burada deyir, görünənin gözü mənəm, gizli xəzinə mənəm. Məndə nələr sığmır, mən nələrə sığmıram, dənizə və ünvana deyir, mən sığmıram. Bütün deyir, hər şey onlar mənə sığır, amma mən onlara əfsuslar olsun ki, sığmıram. Zərrə mənəm, günəş mənəm, çar ilə pəncüşeş mənəm, surəti gör bəyan ilə, çünki bəyana sığmazam. Deməli, çar 4'dür, pənd 5'dir, 6 burada 6'dır. Həmin o bayaq qeyd etmiş olduğum kodlar var idi. Ərəb deməli dilində, əlifbalarında, ərəb fars mənşəlidə, yəni həmin deməli o ünsürlərdən danışır. O dünyanın o 4 aləmi və s. məsələlərindən əslində biz burada onları görürük. Elə həmin o kodlardan danışmış, açıqlamalardan danışmışkən ayət nişan deməkdir, şəhd bal deməkdir, şəms günəş qəmər ay. Ruh-i rəvan isə axıcı ruhdur. Ruh-i rəvana deyir, ruh-i rəvan bağışlaram, ruh-i rəvan sığmazam və s. Danışarıq haqqında. Belə. Gənc-i nihan mənəm mənuş, eyni əyan mənəm mənuş. Bunu qeyd etdim. Bax, bu yadda qalmışsa, G hərflərindən yadda saxlaya bilərsiniz. Bu sınavlara, testlərə ən çox düşən misra hesab olunur. Deyir, gizli xəzinə, görünənin gözü deyəndə hansı misralar nəzərdə tutulur? Bax, həmin bu misralar nəzərdə tutulur. Daha sonra keçək artıq son 2 beytin necə deyərlər təhlindən. Zat iləyəm, sifat ilə, qədr iləyəm, bərat ilə. Gül şəkərəm, nəbat ilə, bəstə dəhanə sığmazam. Ümumiyyətlə, bəzi aylar var ki, müqəddəs aylar hesab olunur. Bunlardan biri Şaban ayıdır və bəzi edində müqəddəs gecələr, günlər vardır.
Bunlardan biri də deməli bərat günüdür. Bəratdan danışır. Bərat ümumiyyətlə günahlardan arınma deməkdir. O hansı ayda olur onu da dedik. Qədir də o bəzi o dini söhbətlər var da, orada deyir Quranın bəs güya deməyək, Quranın göydən yerə nazil olması ilə bağlı olan gündür. Qədir gecəsinə yəni nəzər salıb. Daha sonra Gerçi bu gün Nəsimiyəm, Haşimiyəm, Qureyşiyəm, bundan uludur ayətim, ayət üşanə sığmazam. O öz oymağı ilə, öz kökəni ilə öyünür. Qureyş oymağından olması ilə seçilir, yəni öyünür. Və burada öz adını çəkir. Deyir, gerçi bu gün Nəsimiyəm, özünə müraciət yoxdur. Bu şəkildə, bu qədər. Əsərdə bədii ifadə təzaddır, alliterasiyadır, yəni müxtəlif o sait samit səslərin təkrarından məharətlə istifadə olunmağı əsərin oxunulmasının vacibliyinə gətirir, çıxarır. Yəni əsəri daha çox sevdirən məqamlardan biri sayılır. Bəzi təzadlı fikirlərin verilməyidir, o məndə nəyin sığmağı, mənim haralarasa sığmamağım və s. o qarşılaşdırılan bəzi sözlər və s. məqamlar əsərin oxunaqlılığını daha da belə deyək ki, artıran məqamlardan biri sayılır. Yazmışam ki, cisminin soyulması məsələsi ilə bağlı. Bu da testlərdə bizi qarışdıra bilən məqamlardan sayılır. Cisminin soyulması ilə bağlı bu qəzəldə, yəni Sığmazam qəzəlində heç bir fikir verilmir. Çünki bu onun Ağrımaz qəzəlinə aiddir. Burada məhəbbətə dair fikirlərə də yer verilmir. Bu qədər. Çünki o dini mövzuda yazılmışdır.